Salam, məhlullar mövzusundan 3-cü günün sualın izahına baxırıq. 70 nömrəli testdə qrafikdə müxtəlif məhlullarda suda həll edilmiş duzun kütləsi ilə duzun məhluldakı kütlə payı arasındakı asılılıq verilibdir. Məhlulda həll olan maddənin kütləsi A qram olarsa, suyun kütləsi arasındakı münasibəti müəyyən edin bizdən deyir. Deməli, burada qrafikdə baxın omega ilə məhlulda həll olan maddənin kütləsi verilibdir. Asılılıq bunlar arasındadır. Burada biraz boz düşüb, qeyd edirəm. Bu birinci məhluldakı omega, bu ikinci məhlulun omegası, bu da üçüncü məhlulun omegası. Və gördüyünüz kimi duzların miqdarı eynidir. Amma omegası fərqlənir. Deməli, əgər bunların üçündə də həll olan maddənin miqdarı A eynidirsə, bunların deməli faizinin dəyişməyi suyun hesabına baş veribdir də. Əgər faiz çoxdursa, ümumiyyətlə hər hansısa bir məhlulun faizi çoxdursa, bu o demək ki, orada duz çoxdur, su azdır da. Su çoxaldıqca, duzun miqdarı azaldıqca qatılıq azalacaq, faiz düşəcək aşağı. Əgər duz sabitdirsə, dəyişmirsə, deməli su çoxaldıqca faiz aşağı düşəcək. İndi birinci məhlulda görürük ki, faiz çoxdur. Yəni, həll olan maddə çoxdur. 50 qram suyun yanında daha çoxdur. Deməli, burada su ən azdır. Birinci məhlul su ən azdır. İkinci məhlul biraz ondan çoxdur su. Üçüncü məhlulun faizi aşağıdır. Yenə orada 50 qram duz var. Amma faizi aşağıdırsa, deməli, onda su daha çoxdur. Deməli, ən çox su 3-dədir, sonra 2-dədir, ən az da 1-dədir. Bu da olacaq 3 böyüdü 2-yə böyüdü 1, bu da olacaq D variantı. 69 nömrəli testə baxırıq. 400 qram 10% məhluldan su buxarlandırmalı 25% məhlul alınmışdır. Alınmış məhlulun kütləsini hesablayın. Gəlin ilk öncə görək bu 400 qramlıq məhlulda nə qədər duz, nə qədər su var. 400-ün 10%-ni tapmaq üçün 400 var 10 bölü 100. 400 var 10 bölü 100. Sıfırlar ixtisar gedir, qalır 40 qram. Demək, burada 40 qram duz var. Bunda 360-da su olacaq. Çıxıram 400-dən. Bu əvvəlki məhlul. Burada nə qədərsə su çıxıbdır. 25% məhluldur. İndi sadə yolla deyim də, düstursuz. Əgər burada 25% məhlul alınıbsa, su gedib də duza ki heç nə olmuyor. Deməli, 40 qram qalan duz yeni məhlulunda 25% isə, məndə də yeni məhlulun ümumi kütləsini soruşursa, onda 100%-ni tapacam da. X. Yəni, burada düşüb deyəcək X bərabərdə 160. Cavab A variantı. Belə də eləmək olar. İstəsəz düsturla da gedə bilərsiniz. Məsələn, omega 25-dir. İkinci məhlulda 25 oldu. Duz tapdıq ki, burada 40-dır. 40 bölünsün, məhlulun 400-üdür. 400 çıx X, bu çıxan su, vur 100. Buradan X-i yenə tapa bilərik. Burada X-i tapanda amma suyu tapmış olacaq. Və həmin o sudan da 400 çıxıb, məhlulun kütləsini tapa bilərik məsələn. Amma bayaq dediyim yol daha rahatdır. Növbəti suala baxırıq. 320 qram suda 80 qram xörək duzu həll edildi. Alınmış məhlulda xörək duzun kütlə payını hesablayın. Omega bərabərdir. Duzu böləcəyik. Məhlulun ümumi kütləsinə. Bunların cəminə, yəni 400-ə. Vuracaq 100-ə. Burada sıfırlar gedəcək. 80 bölü 4 gedəcək 20%-li bölmə. 27-ci sualda 3 qab verilibdir. Doymuş məhlullardır. Həll olunan misal KH-ı soruşur. Gəlin KH-ın tüstünü yada salaq. KH bərabərdir M su böl, M su nə idi? M duz böl M su. Vur 1000. KH 1000 qram suda və yaxud da ki 1 litr suda eyni şeydə həll olan maddənin miqdarı müəyyən edir. Kütləsinin nə qədər duz həll olur 1 litr suda. Bunu müəyyən etmək üçün KH tüstünü istifadə edir. Gəlin indi bir-bir tapaq. Birinci qabda suyun millilitrində qram kimi götürə bilərik. Deməli, KH 1 yazaq bura, bərabərdir. Duz 20 böl
Su vurmayın. Burada sıfırlar gedir. 20 bölü 2 10. 10 da vurun 100. Bunun KH 100 oldu. Keçirik KH 2'ye. Burada duz 20'dir. Su 50'dir. Vurmayın. Sıfırlar getdi. 20'ni 5'e böləndə 4. 4'ü də 100 olanda 400. Bunun KH 400. Keçdik KH 3'e. Bunu 30 qramdır. Suya bölürəm 200'ə, vururam 1000'ə. Böləndə bu eləyir. O 30 bölü 2 15, 15 də vurun 150. Bu da 150'dir. Deməli 1'ə uyğundur. 1'ə uyğundur E. 2'yə uyğundur A. 3'ə də uyğundur D. Və sonuncu 24-cü suala baxırıq. 40 qram xörək tuzu 360 qram suda həll edildi. Alınmış məhlulda xörək tuzu kütləxanı tapın. Bu zaman yəni omega bərabərdir. 40'ı bölürük. 3 məhlulun kütləsini yəni 360 plus 40 bu da eləyir 400. Bu 100. Bunu da böləndə 40'ı da 4'ə böləndə 100 düşür. Oy, üzr istəyirəm. 40'ı 4'ə 10 düşür. 10 faizli.